Salam, xoş gördük hər birinizi. Qızılgül xanım bizə yüz izləyən aksiyasından müraciət edən pasiyentimizdir. Gəldiyində şikayətləri daha çox belində idi. Ayağa vuran ağrılar o qədər ciddi deyil. Biz buna baxmayaraq yenə də MRT müayinəsini icra etdik və ciddi şəkildə bel nahiyəsində, onurların bel hissəsində olan osteoxondrozla qarşılaşdıq. Yəni fəqər arası oynaqlarda ciddi şəkildə hipertrofiya degenerativ dəyişikliklər. Bu səbəbdən də müalicəmizə başlayırıq. Hər dəfə olduğu kimi müddət şəkildə diaqnostik blokada icra olunur və diaqnostik blokadadan sonra xəstə əgər bundan bir neçə gün fayda görərsə, ikinci mərhələdə qalıcısı haqqında düşünülür. Yəni, yandırma proseduruna radiofrekansla oynaqların ağrı daşıyan siniri susturulur uzun müddətli və xəstələrə müddət şəkildə idman hərəkətləri icra olunur. İnşallah prosedurumuzdan sonra dediyim kimi yenə ağrılardan nə keçdi, necə gün keçdi onu dəyərləndirib sonra ikinci mərhələ haqqında düşünəcək. Təşəkkür edirəm. Xəstə inşallah ağrılar azalsın. Mütləq izlən efirində hər kəsin qarşısında etiraflarını eləyəcək, səmimi etiraflarını.